Qaynayıb püskürür odsuz ocaqlız, süzülüb daşlardan axır isti su. Olubdu loğmanı bütün ellərin, axırıncı misrası heyf ki yadımdan çıxıb. Çox müalicəvi əhəmiyyətli sudur. Deməli, isti su şəkər xəstəliyinin, mədə-bağırsaq xəstəlikləri, öd hissəsi qaraciyər, revmatik xəstəliklər, arteritlər, polarteritlər, sinir xəstəlikləri, öd daşı xəstəlikləri, böyrək daşı xəstəlikləri hamısının çox gözəl müalicəvi əhəmiyyətli bir dərmanıdır. Biz hətta özümüz deməli xəstəxanamızda çalışarkən belə ishallı xəstələri bir dəfə, 2 dəfə isti su ilə imal eləyərdik. O sağalan sağalardı. O qədər gözəl müalicəvi əhəmiyyətli bir sudur. Müəyyən xəstələrimiz olur ki, onlara içməyi tövsiyə eləyərdik. Onlardan daimi bəzilərinə vannalar məsləhət görərdik. Gözəl müalicəvi sudur. Şəkər xəstəliyini müalicə eləmək üçün isti suya gəlirdilər. Mənim yadımdan çıxdı, şəkər xəstəliyinin ən gözəl müalicəsidir isti su. Çox şəkəri normaya salır, gətirir normaya. Deməli, vitesajin olanda bütün dünyanın hər yerindən şəkər xəstələri isti suya müalicəyə gəlirdi. Mən ümidvaram ki, həmin günlər yenə qayıdacaqdır. Bütün dünyanın hər yerindən gəlib bu əsrarəngiz əraziləri seyr eləyəcəklər, baxacaqlar, görəcəklər, qürur hissi keçirdəcəklər.